Təkəm. Niyə təkəm? Çünki onu da deyəcəm. Mən heç birindən incimirəm aktyorlarından. Heç birindən də küsmürəm. Çünki hər kəs öz taleyindən, öz işindən qorxurlar. Bugünkü gündə Nazirliyin parfum deyək də ətri teatrdan çıxmamış Mehriban Ələkbərzadə Məsmə Aslan qızına Nalayı küçə söyüşləri ilə qancıq belə deyə və sənin atanın yalan deyənin atasının yoru nöqtə daha demirəm. Bu şeylər, bunlar olur. Mehriban Ələkbərzadəni İlham Əsgərov çıxartmır, Nazir çıxartmır. İllərini sənətə verəm. Azərbaycan kənarında Azərbaycanımızı layiqincə təmsil edib addan qaydan Mehriban xanlar var. Nə tez qoyun 3 gündən sonra imza attınız. İlham Əsgərov, niyə Mehribana işdən çıxartmırsınız? Fərəh Əliyeva onun arxasında dayanır. Ona görə Adil Kərimli qorxudan Fərəh Əliyevanın qorxusundan Mehriban Ələkbərzadəyə toxunsuz sizi belə eləyərəm. Çünki Fərəh Əliyevanın bütün nəsli vəzifədədir. Böyük xanım deyə bilən Bela var, Bela. Mən Cahangir bəy haqqında da yazdım, qorxmadan yazmışam. Mən qorxmuram, bir Allahdan qorxuram, yeri gəlsə mən prezidentdən qorxaram. Başa düşürsünüz, mən prezidentdən Mehriban Əliyevadan qorxaram. Başqa heç kəsdən qorxmuram. 37-ci ildə yaşayırıq bəyəm, repressiya dövrüdür bəyəm. Repressiya dövrüdür, qoy mənim Mikail Müşfiq kimi, Əhməd Cavad kimi, Nəsimin dərisi kimi qoy məni soysunlar, edam edici eləsin. Qoy mən Akademik Milli Dram Teatrının qabağında edam eləsinlər ki, mən nə var, dünya dağılıb bəyəm, mən Fərəh Əliyevanın adını çəkmişəm. Fərəh Əliyeva, niyə maraqlanmadın? Niyə bir dəfə gəlib teatra başlığa bizi yığıb demədin ki, yaxşı, heç kəs danışmır, qorxur, danışır, qorxurlar da, düzün deyim də, qorxur, hər kəs işinə görə qorxur. Fərəh Əliyevanın adını çəkmişik, mən çəkmişəm deyə, hamı qorxursunuz, niyə qorxursunuz? Mən çəkmişəm də, mən, siz də mətbuata deyəndə öz adınızdan vermirsiniz ki, Mehriban xanlar var bu sözü deyib, düzdür? Prezidentimizin dediyi sözə əsasən, məmurların öz başlanğını mətbuat vəsitəsilə çatdırın. Mən də eləyirəm də. Mən siyasət eləmirəm ki, mən dövlət çörüsü eləmirəm ki, mən azadlığımı əlimdən almasınlar deyə, hüququmu əlimdən almasınlar deyə mən o ərizəni yazmışdım. Alqışla, mən sizə verdim onu, alqışla, mən tamaşaçıların bravo sözlərini alanımsa, ayın dünən neçəsiydi? 28-də mənə xitam verirlər, mənim işimə xitam verirlər. Niyə Ələkbərzadəni çıxartmadınız? İlham Əsgərov, Fərəh Əliyeva onun rəfiqəsidir. Ona görə çıxartmırsınız. Mən də prezidentimə deyirəm ki, sənə qurban olun. Mən Fərəh Əliyevanın adını çəkdiyimə görə məni işdən azad ediblər. Mənim söz haqqımı, azadlığımı əlimdən almaq istəyirlər. Mən də qorxmadan, çəkinmədən sizlərə müraciət edirəm. Hörmətli Mehriban xanım, xahiş edirəm sizə. Yalvarıram sizə, mənim səsimə səs verin. Bu qədər özbaşınalıq olmaz. Bu qədər haqsızlıq olmaz. Siz haqqı, ədaləti sevən insanlarsınız. Qurban olum sizə. İnanıram ki, mənim ədalətli çıxışımda yəqin ki, siz də mənim yanımda olacaqsınız. Sizdən xahiş edirəm. İlham Əsgərov, siz buna görə cavab verəcəksiniz ki, siz Ələkbərzadənin oyun çıxartdığı teatrda başımıza oyun açdığı, hamı qorxudan ona söz deməyib, çəkilməyib, birinə qışqırır, birinin əlinə vurur. Mən istəsəm əlinə də vuraram, elə bir baxışda istəyir. Peşə əxlaqsızlığı deyir. Mən peşə əxlaqsızlığı görəsəm, mən səhnədə peşəliyimdə neynəmişəm, açıqlasın. O hətta Fərəh Əliyeva, hətta rəhmətli, Allah rəhmət eləsin, Azərpaşa Neymətov sağ ikən elə Mehriban Ələkbərzadəni teatra gətirmək istəyirdi. 1000 cür fırıldaqlarla Mehriban Ələkbərzadə o teatra gəlmək istəyirdi. O fırıldaqların da başında Fərəh Əliyeva durur. Kimlərə istəyirlər ad verirlər, kimlərə istəyirlər vermirlər, kimlərə istəyirlər mükafat verirlər, kimlərə istəmirlər vermirlər. Baxın, mən bu yaşayışımdan utanmıram. Mən kası o, əybi o. Kamran Yunus var, o Mədəniyyət Nazirliyinə getməsin deyə. Xəlil Rızanın Baxçıoğlu, o getməsin deyə, öz utancığından, məni bağışlasın Kamran ki, mən onun adını çəkirəm, öz utandığından, öz tərbiyyəsinə görə getməmin, o bugünkü də deyir, mən gedib çobanlıq eləyərəm, amma nazirliyə getmərəm.
Haqsızlıq bu qədər olmaz. Mən də deyirəm. Mən də bugün gedib bax bayırda dayanaram küçədə. Limon qoyub qabağıma sataram. Gedib küçə sürpürərəm. Amma utanmaram. Bilərəm ki, pul qazanıram. Amma mən bu cür